Those early exit polls showed there were a lot of angry voters. Similarly, no projection there. Similarly, in Utah. Let's go back in time and just look at some of these rural counties up top here. There's some small firewall states. I think as you looked at those tallies and you saw what was going on. Siz də bizimlə birlikdə izlədinizsə, bu namizədlərə verilən səslərin rəqəmlərə baxanda görünürdü ki, hər bir ştatda, hər bir vilayətdə, hər bir yerdə necə başa-baş mübarizənin, belə deyək, biz səslərin şahidini olduq. Pushed by Democrats. Is there anything we can do to turn that one around? If she can't win Pennsylvania, New Hampshire, and Michigan, much less Wisconsin. Vote lead over Hillary Clinton, 18 electoral votes, only 50,456 votes. Burada keçirilən simbolik seçkidə səsimi Trump'a verdim. Çünki mətbuatda göstərdilər elə bir ki, Trump pis adam kimi göstərdi. Mən debatları izləyirdim. O qədər də, yəni ki, mənim gözümə mənfi bir namizəd kimi görsənmədi. Mən daha çox Hillary'yi sevmədiyim üçün Trump'a səs verdim. Nə bilim, Hillary mənə çox mənfi cəhətləri çox var idi. Bunlar hamısı ortaya çıxdı mənfi cəhətlər. Mən Hillary Clinton'a səs verdim. Hillary Clinton həm ilk qadındır. Mən qadın olduğuma görə də istəyirəm ki, heç olmasa Amerikada görə qadın prezident necə olacaq? The other thing I would just note is this, and I think it's a reality of a political process anywhere in the world. Dünyada seçim prosesinin gerçəkliyi, reallığı bundan ibarətdir ki, namizədlər seçki öncəsi kampaniyada müxtəlif bəyanatlarla çıxış edirlər, amma onlar hakimiyyətə gəldikdən sonra yaranmış yeni faktorlar, yeni vəziyyət onları öz mövqelərində, öz baxışlarında, çıxışlarında deməli dəyişikliklər etməyə vadar eləyir və indi istər dövlət katibi xanım Kerry, istər cənab Trump'ın seçildiyi təqdirdə onlar da öz gələcək xarici siyasətlərini planlaşdıracaqlar.